Hər vaxtınız xeyir olsun Rövşən müəllim. Demək biz sizin şikayət məktubu ilə bağlı bugün Qazaxbəyli kəndindəyik və sizin bir sahibkar kimi demək əkib becərdiyiniz üzüm sahəsindəyik. Siz belə yazmışdınız məktubunuzda ki, sizin bu üzüm sahəsində çox əməyiniz var və çox üç qardaş, yəni hər üçü də demək döyüşçüdülər, veterandılar, Qarabağ ərlidirlər. Sizin torpağınızı eşitdiyimizə görə, yəni sizin yazdığınıza görə məktubda bu Qazaxbəyli bələdiyyə sədri, Qazaxbəyli daha doğrusu Orta Salahlı bələdiyyə sədri Südabə Aliyeva icra hakimiyyətinin birinci müavini Məmməd Aliyevlə birləşərək torpağınızı kimlərəsə satıblar. Bu doğrudurmu? Buyurun efirimizə sözünüzü. Bəli. Cənab Prezidentin göstərişi ilə 2015-ci ili kənd təsərrüfatı ili elan elədi Cənab Prezident. Biz də ondan fərəhlənərək 2015-ci il sentyabr ayının 30-u kiçik fermer təsərrüfatı üçün Bank Respublika Toz filialına müraciət elədik. Kənd təsərrüfatının inkişafı üçün güzəştli kredit götürdük. Vergidən deməli boyun aldıq və Bank Respublikadan kredit götürdük. 10.000 manat dəyərində kredit götürdük. Bu üzüm sahəsinin dövlət aktlarını, 3 qardaşıq, 3 dənə dövlət aktını girov qoyaraq 10 başda iri buynuzlu malqaranın sənətini, çəkilişini elədilər. 10 başda iri buynuzlu damımızda olan iri buynuzlu malqaranı girov qoyduq. Girov qoyaraq 10.000 manat dəyərində pul götürdük ki, təsərrüfatımızı genişləndirək. Bax, bu üzüm sahəsini. Bu Qazaxbəyli Orta Salahlı kənd bələdiyyəsinin sədri Südabə Aliyeva, müavini Mahir Yusubov, əlbir olaraq Qazax rayon icra hakimiyyətinin də şöbə müdürü, təşkilat şöbəsinin müdürü Məmməd Aliyevlə əlbir olaraq Məmməd Aliyevin göstərişi ilə bu pay torpağını, üzüm sahəsini hər biri deməli 8 sot, 0,8 hektar olmaqla 3 nəfərə qiymətindən 10 qat artıq qiymətə Qazaxbəyli kənd sakinlərinə həyətyanı sahə kimi satmışlar. Satmışlar. Və o tikinti aparmaq üçün, bina tikmək üçün üzüm sahəsinin ətrafında 10 metrdə üzümün içinə keçiblər. Hələ mühafizə zolağından başqa 10 metrdə üzümün içinə keçib, ölçüb, biçib veriblər. Və bizə də deyiblər, müraciət elədik əlaqədar orqanlara, heç kim baxmır şikayətimizə və Məmməd Aliyevin göstərişi ilə bu işlər olunub. Saxta sənədlər düzəldiblər, həyətyanı sahə kimi satıblar. Xahiş edirik Cənab Prezidentimizdən bizə köməkli eləsin, bu pay torpağımız, üzüm sahəmiz özümüzdə qalsın. O fermer təsərrüfatına götürdüyümüz güzəştli kreditlə bu təsərrüfatımızı genişləndirək. Rövşən müəllim, intervyunuzə görə çox sağ olun. Mən demək ki, Nuh İnformasiya Agentliyinin bir əməkdaşı kimi sizin bu şikayətinizi olduğu kimi efirə çıxaracaq və ümidvaram ki, dövlətimiz tərəfindən sizə kömək olunacaqdır və aidiyyəti orqanlara diqqətinə çatdırılacaqdır. Yəni, ədalət, zəfər qələbə çalmalıdır, zəfər olmalıdır. Kənd təsərrüfatının inkişafı üçün Cənab Prezidentimiz çoxlu sayda sərəncamlar vermiş. Yanvarın 26-sında məmurlarla bəli, geniş iclas keçirdi, ona da qulaq astıq və fərəhləndik ki, Cənab Prezidentimiz bizə, xalqımıza dəstəkdir. Hər zaman kiçik sahibkarların arxasındadır. Cənab Prezident dedik, icra məmurları əlaqə saxlasın, kiçik fermerlərlə, onlara köməklik gör, nə dərdi, azarı var, kömək eləsin. Müraciət eləmişik, heç baxan yoxdur. Demək, rayon icra hakimiyyətində hara şikayət edirsən elə. Belə də deyirlər də. Yəqin ki, şikayət yerinə çatanda onlar biləcəklər şikayəti necə eləyirlər və kim eləyirlər. Cənab Prezidentimiz, ölkə başçımız bu barədə yəqin ki, xüsusi ölçü götürəcəkdir. İnşallah. Mən sizdən çox təşəkkür edirəm ki, intervyunuza görə demək ki, olduğu kimi danışdınız və iş adamlarına, təsərrüfat adamlarına ölkə başçısının da böyük hörməti var və bizim də böyük hörmətimiz var. Ümidvarıq ki, sizin işiniz yoluna qoyulacaqdır. Sağ olun, təşəkkür edirəm. Sağ olun.